Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz Vəhhabilərin ən böyük səhvləri barəsində danışdıq və qeyd etdik ki, onlar xəbəri sifətlərdə böyük səhvə yol veriblər. Məxluqa aid sifətləri Allah Təbarək və Teala'ya nisbət veriblər. Lakin buna baxmayaraq onlar yenə də eyni səhvi təkrarladılar və xüsusilə Allah Təbarək və Teala'nın əli ilə bağlı olan ayələri sitat kimi gətirirdilər ki, bu ayələr yozmaq mümkün deyil. Bu ayələri gərək biz olduğu kimi qəbul edək. Məsələn, Allah Təbarək və Teala Həzrəti Adəm əleyhissalam barəsində buyurur: "Xalaqtu biyədəy." Mən iki əlimlə xəlq etdim. Bunu yozmaq ki olmaz. Məsələn, siz digər ayələrdə yədi, nemətə yozursunuz, nə bilim, qüdrətə yozursunuz. Axı, iki əl, iki yozmaq olmaz. İki nemətin mənası yoxdur, iki qüdrətin mənası yoxdur. Bunu nəzərə alaraq biz belə bir qərara gəldik ki, inşallah bugündən etibarən bir-bir bu ayələri araşdıraq. Xüsusilə əl ilə bağlı ayələri araşdıraq. Əgər məsləhət olsa, vaxt olsa, digər xəbəri sifətləri də araşdırarıq. Məsələn, Allahın üzü, ayağı necə izah ediblər? Vəhhabilərdən başqa digər əhl-i sünnə alimləri bu ayələrə necə yanaşıblar? Qur'an-ı Kərimdə 10 dəfə Allah Təbarək və Teala əl sifətini özünə nisbət verib. Biz istəyirik bütün bu ayələri gətirək, bir-bir məna edək. Lakin bundan əvvəl istəyirik ümumiyyətlə Vəhhabilərin, sələfilərin, özlərini sələfi adlandıran bu müasir Vəhhabilərin Allah Təbarək və Teala'nın əli ilə bağlı fikirlərinə baxaq, nəzərlərinə bir daha qayıdaq. Nə demək istəyirlər? Və nə demək istəyirlər aydındır. Yəni, hansı şeyləri nisbət verirlər Allah Təbarək və Teala ilə əl ilə bağlı? Əl bilir işte, məsələn, deyək, buradan barmağın ucuna qədər olan yerə deyərlər əl. Əlbəttə, müxtəlif mənalarda da istifadə olunur. Və bunu nisbət verirlər Allah Təbarək və Teala'ya, lakin deyirlər ki, özünə layiq formada. Bu təkcə bu mu? Xeyr. Allah Təbarək və Teala'ya əlin içini də nisbət verirlər, kəf. Təkcə bu mu? Xeyr. Allah Təbarək və Teala'ya barmaq da nisbət verirlər və özü də deyirlər ki, Allahın zatı sifətidir. Allahın barmaqları var. Bununla da kifayətlənmirlər. Allah Təbarək və Teala'ya barmağın ucunu da nisbət verirlər. Necə ki, məsələn, bizim barmağımızın ucun var, o maya hissəsi, bu hissəyə deyərlər də. Deyirlər, Allahın barmağın ucu da var. Ki, ənamil deyirlər də, ərəb dilində onu. İndi istəyirəm bir-bir bunları gətirəm. İnşallah bu verilişimizdə gələcəkdə 2-3 veriliş çəkəcək. Əl barəsində onların görüşlərini sizə təqdim edəm və özünüz də qəzavət edəcəksiniz ki, əziz şiyələr və insaflı Vəhhabilər özləri də qəzavət edəcək ki, həqiqətən çox gülünc etiqaddır. Əgər biz bu hədislər varsa, yəni səhihdirsə, olduğu kimi məna etsək və Allaha nisbət versək, çox gülünc bir məsələ ilə qarşılaşacaq. Gələk ümumi məsələ əl-yədan ki, Allahın 2 dənə əli var. Bir dənə də məsələ var, o barədə də danışacağıq ki, ciddi ixtilafa səbəb olub ki, Allah Təbarək və Teala'nın 2 dənə əli var, bir əli ki, sağdır. İkinci əli nədir? Sağdır, yoxsa soldur? İxtilaf ediblər. Hətta bəziləri digərlərini təkfir ediblər. Nə mənada? Yəni, əgər kimsə bu ikinci əli sol əl hesab edərsə, sağ deməzsə onu, o şəxs kafirdir. Oxuyacaq inşallah, Əhməd ibn Həmbəldən oxuyacaq. Əl-yədan, mən hardan oxuyuram bunları? Durar.net saytından bunları oxuyuram. Əl-yədan deyir ki, sifətun zatiyyətun lillahi əzzə və cəllə. Allah Təbarək və Teala'nın zatı sifətidir. Onlar sifətləri 2 qrupa bölünürlər. Zatı, feili. Zatı sifət budur ki, Allahda var, dəyişmir. Yəni, Allahda ayrılmır Allah Təbarək və Teala'dan. Feili sifətlər budur ki, Allah dəyişir. Məsələn, Allah qəzəblənir, qəzəbi yatır. Məsələn, razı qalır, razı qalmır. Bu olur Allahın feili sifətləri. Deyir ki, nusbituha kəma nusbitu baqi sifati. Digər sifətləri Allaha
Allah üçün isbat etdiyimiz kimi bu sifəti də isbat edirik. Amma min qeyri təhrifin, təhrif etmirik, tətil də etmirik ki, necə ki, əşərilər deyir və keyfiyyət də vermirik və oxşatmırıq da. Deyirik, Allahın əli var, amma məxluqun əli kimi deyil. Allahın digər sifətləri bu cür. Burada bəzi alimlərin adını gətirib Əhməd ibn Həmbəl, İbn Cərir, nə bilim İbn Xuzeymə, onların hamısı İbn Bəttək, bunlar hamısı bu fikirdədirlər ki, bəli, Allah təbarək və təalanın əli var, amma keyfiyyəti məlum deyil. Mən İbn Rüşddən bir söz oxuyuram. İbn Rüşd deyir ki, mühəqqiqlərin nəzəri budur ki, Allahın əli var, amma keyfiyyəti məlum deyil. Daha sonra burada maraqlı bir söz deyir. Deyir ki, وَتَوَقَّفَ كَثِيرٌ مِنَ الشُّيُخ yəni əksər, çoxlu alimlər təvəqqüf ediblər. Hansı alimlər? Əhl-i sünnə alimləri. Minəş-şuyux, yəni İbn Rüşdə görə bir çox əhl-i sünnə alimləri kəthirun minəş-şuyux təvəqqüf ediblər əl məsələsində. Yəni, biz Allah təbarək və teala bu əli nisbət verə bilmərik. Nə etməliyik? Ya susmalıyıq, deməliyik ki, bilmirik, qəbul edirik ki, Allah da var, amma mənasını bilmirik. Ya da ki, yozmalıyıq ki, bəzilərinə burada işarə edir. Və İbn Teymiyyədən də burada gətirib ki, İnna lillahi ta'ala yədeyn muxtəssəyni bih. Allahın 2 dənə əli var ki, Allaha xasdır, zatiyyəyn ləh, onun üçün zatidir, sonra yəni ona əlavə olunmayıb, kəma yəliqu bi cəlalih, ki, Allah təbarək və tealanın öz cəlalına layiqdir. Bu, Allahın 2 dənə əli məsələsi ki, 2 dənə əli var, yadınızda saxlayın. Əl sabit oldu, sadəcə keyfiyyəti bilmirik. Necə ki, bizim 2 dənə əlimiz var, Allahın da 2 dənə əli var və əlini də açır, əlin ovucunun içində oxuyacaq inşallah. İnşallah növbəti verilişimizdə kəffi oxuyacaq ki, Allahın əlinin içi də var. Bu barədə maraqlı sözləri var Allahın izni ilə növbəti verilişimizdə. Bu haqda və ənamil, barmaqları var və digər məsələləri də deyəcək. Bunlar bitəndən sonra başlayacaq inşallah o ayələr ki, iddia ediblər Allahın əlini olduğu kimi qəbul etməliyik. O ayələrə biz cavab verəcəyik. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.